Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammedin ve ehli beytihi tahirin ve la'natullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahümme vaffiqna lima tuhibbu ve tarda. Allah'ın lütfu inayetiyle bu günləri bizlərin ibrətamiz hekayələr və hadisələr dərsində bəhsimiz mərhum Allamə Məclisi Rədvanullah Teala aleyhin mübarək kitabı olan Bəharul Ənvar kitabında Əhl-i Beyt əleyhissalamların sirəsinə aid bir hadisəni nəql edir. Və bugünkü hadisə bundan ibarətdir ki, Əl-Zahir Sifin müharibəsində Həzrət Əmir əleyhissalam Muhammed Hənəfiyyə adlı oğlunu çağırır və nizəni ona verir və deyir ki, oğul buyur, hərəkət elə, düşmənə tərəf ayağını möhkəm saxla, üçün artıq müharibədir, ox bir tərəfdən yağır, qılınc, qalxan, nizə, hücum, düşmənin hücumu. Sən o hücumu qarşı öz hücumu göstər. Yazır, Cənab-ı Muhammed Hənəfiyyə hərəkət eləyir, birdən diyanı geri qaydır. Təzədən istəyir hərəkət eləsin, görür alınmır, içindən elə bir qorxu hissi bunun meydana gəlir, geri qaydır. Geri qaydır, İmam Həsən əleyhissalam ki, bu hadisəni görür, gəlir, nizəni alır və gedir və cəngə düşmənin hücumunun qarşısını alır, müharibə, həmin döyüş səhnəsi sona çatır, ağaq edir dəla, hətta nizəsindən belə rivayətdə var, qan axır. Bu hadisəni, səhnəni görən Muhammed Hənəfiyyə xəcalət çəkir. Sifəti qızarır, xəcalət çəkir. Əli əleyhissalam orada bu cümləni buyurur ki, sən xəcalət çəkmə. O, Peyğəmbər balasıdır, Peyğəmbərin övladıdır, sən Əlinin balasısan, Əlinin övladısan. Bu hadisədə neçə dənə məsələyə işarə var. Birinci bundan ibarətdir ki, Əli əleyhissalam bizlərə başa salır ki, övladlarımıza fəqət düşmənimiz kimdir, onu tanıtmayıq. Yəni, fəqət onu tanıtmaqla kifayətlənməyək. Hətta düşmənlə döyüş üslublarını onlara təlqin edək. Və meydanlarda onları imtihan meydanlarında imtihan verməklərinə sövq edək. Boş söz, nəzəriyyələr olmasın, əməl, iş, proses. Görürsən, nizəni getirib verir Muhammed Hənəfiyyənin əlinə. Və deyir ki, döyüş, düşmənin budur. Tək düşmənin budur, kifayət mi? Get, bunu ilə döyüş. İndiki taktika bunu ilə, nizi ilə döyüşməkdir. Biz əgər bugün öz balalarımıza, öz ətrafımıza düşməni tanıtmasaq, özümüz düşmənin olacaq nökəri. Düşməni tanıtmaq kifayət eləmiş ki. Düşməndir, düşmən, hücum edir, məni məhv edir. Lazımdır düşmənin hücumu müqabilində müqavimət göstərəsin. Mən təəssüf edirəm. Bu günləri Azərbaycanımızda bizim bütün Azərbaycanlılarımız, hamımız istəyir övladları oğlan olsun, istəyir övladları qız olsun. Düşmənimiz olan erməni və havadarlarını tanıtmaqla kifayətlənməyək, erməni ilə bugünkü zamanda onlara müqavimət və onları himayət eləyənləri, köməkçilərini
döyüş taktikaların istəyir cismi hərb meydanlarında övladlarımızı bu günləri biz cismi cəhətindən hərbi anlayış, bəzi vaxtlar valideynlər övladlarını eşidirik, min bəhanəni istəyir, əskərlikdən saxlasınlar. Sevinir valideyn övladı xəstədir, kimə budur, getmədə döyüşə. Əksinə, valideyn sövq eləsin, qoy geçsin, qoy öyrənsin. Bəli, əgər oralarda problem varsa, bu problemlə müəyyən orqanlar məşğul olmalıdır və bunu sıfıra endirməlidir. Çünki hərbidə bizdə problem olmamalıdır. Bir ölkənin ki, hərbi sahəsində problem olsa, düşmənin qabağında aciz qalar. İnsanların məsələdə inamını daha gücləndirməli ki, insanlar balalarını göndərsinlər, özü də eşqlə, özü də şövqlə göndərsinlər. Ta öyrənsin. Və tək hərb kifayətdir. O, indi, məsələn, hərb. Əgər bugün atəşkəs sülh məqamıdırsa, bunlara atəşkəs zamanı necə sındıra bilərik? Bunların zəiflənməsinə necə səbəb olaraq ki, bizə təslim olsunlar? Yadımızdan çıxmasın. Düşmən düşməndir. Düşmən bizim üzümüzə gülsə də düşməndir. Düşməni dost qəbul elədik, biz bədbəxt olduq. Düşmən bizi dost qəbul eləsə, dostluğun şərtləri ilə dost əlimizi ucada bilərik. Yox, bizə dostluğun şərtlərinə ilə bizi dost əlini uzatmasa, düşmən düşməndir, üzümüzə gülsə də, bizim stolumuzda oturmaq istəsə də belə. Bu şeyləri övladlarımıza aşılamalıyıq. Və düşmənlə müqavimət göstərməyin yolları, əgər sosial şəbəkələrdir, əgər bugünkü dünyanın hərb meydanı silahdır bu dəqiqə, informasiya müharibəsində biz düşməni sındırmalıyıq. Düşmənin pulu var, mən nə bilim, lobbiləri filan ölkələrdə çoxdur cəhənnəmə. Və biz neyik? Bizlər gözləməməliyik filan dövlət bizə pul götürsün, filan ölkədə dura, Azərbaycan lobbisini düzəldə. Xeyr, bir dənə Azərbaycanlı bir yerə düşdüsə, həmin ölkədə, həmin məntəqədə o artıq dostu ilə düşmənini əyan eləməlidir, bəyan eləməlidir. Və hesab kitabını onlara görə qurmalıdır. İkinci məsələ, burada çox söhbətlər və işim yoxdur. İkinci məsələ bu hadisəyə qayıdır. İmam ona bir şey demir. Da bu sınıb. Bu içərdən sındığını da anlayır. Bir nəfər ki gəldi və anladı ki sınıb, onu nə başa salırsan, neyini tənbih edirsən? Onu tənbih eləmək sınmışı daha da sındırmaqdır. Daha da onu əzməkdir, zəlil eləməkdir. Daha o çətin sonra düzələ. Bizim işimiz budur ki, sınanların əlindən tutaq düzəldək. Bu, İmam Həsən əleyhissalam gəlir, əlindən nizəsini alır, gedir cəngə. Bu demək deyil ki, özünü ona göstərir. Çox zaman mən özüm məsələn, olmuşuq əskərlikdə, əskərlər bu şeylər canatır. Biri o birisi ilə Azərbaycanlıya üstün olmasını göstərir. Yaxçı şeydir. Mən bu əskərdən üstün olum, inkişaf edeyim. Amma bu yetimin başında sındırmayayım hər şeyi. O düzgün anlayışdır. Mən bunu sındırmaqla qabağa gedim. Yox, mən bunu sındırmayayım, qabağa gedim və qabağa getmək yolunu buna başa salım. Gəldi, göstərdi ki, bax, bu cür gedir, nə var burada beyin? Dünyadır. Düşmənlə müqabil oldun, sən öldürməsən, səni öldürəcəklər. O məntiqi buna başa salmaq lazımdır. Sən düşməni məhv eləməsən, düşmən səni məhv eləyəcək. Bu məntiqi başa salmaq lazımdır. Bu məntiqdə da qorxunun yeri yoxdur.
Sən getsən də ölsən, ölmüsən, qalsan o gəlsə səni öldürəcək. Qabağa getmək, əskərlərimizdə də, bizim vətənpərvər o övladlarımıza da bunu aşılamaq lazımdır ki, qabağa o zaman gedək ki, bu biri tərəfi də necə qabağa getmək lazımdır, yolunu göstərin. Nə ki, bunu sındıraq, bunu əzməklə qabağa gedək, bunu tapdalamaqla. Bu qabağa getmir, sən bugün bunu tapdalayırsan, sabah səni tapdalayır. Sabah səni tapdalayır, yəni ondan sonrası gəlir tapdalayır. Bu millət əzilib gedir. Bu millət istəyir ki, düz getsin, gedərkən o biri tərəfə göstərmək lazımdır. Necə getmək lazımdır qabağa? Hansı ruhiyyədə, hansı məntiqlə? İmam Həsən ağa gəlir, qayıdır və illa İmam Həsən ağa döyüş məsələsi onu şövqləndirmək üçün, onu nə ki sındırmaq üçün. Hələ də gəlib İmam Həsən ağa ona bir şeylə, gördüm mən necə vuruşdum, utanmırsan, sən də belə bir vuruş, bu sözdən heç biri demədi. Hətta İmam Əli əleyhissalam baxır bunun vəziyyətinə, görür ki, bu peşman olub qızardı, İmam buna, o Peyğəmbər balasıdır, sən Əlinin balası. Nəinki bunu sındırır, daha da buna qanad verir. Bu qanad verdiki kəlmədə bir neçə də mətləb var, mən bir neçəsini işarə vururam. Mətləblər çoxdur. Niyə dedi Peyğəmbər balasıdır? Yəni Allah buna, Quran mübahilə ayəsi ilə, Allah bunu Peyğəmbərə öyrətmir. Bir-birini işarə vurdu bizə. 2, bu Peyğəmbərə övlad seçməsi mənası budur ki, Peyğəmbərin öz övladıdır ki. Peyğəmbərin övladı törəməsi nədir? İsmətdən ismət törəmir. Amma bunu da sındırmadı. Yəni, bəzilər deyir, xub, Əlinin balasıdır. Yəni, Əli əleyhissalam aşağı səviyyədir. Xub, Quran deyir, ənfusana, ənfusakum. Əli əleyhissalam onu sındırmadı, o Peyğəmbər balası sən. Sən də Əlinin balasısan. Sən də balaca dörsən. Bax, bizlər bu cür qabağa gedərik. Bizlər bir-birimizin millət olaraq, hətta dövlətdə olanlarda, hakimiyyətdə olanlar da bu millətin balalarıdır. Övlad da bu millətdəndirlər. Bizlər bir-birimizin əlini bu cür tutmalıyıq düşmən müqabilində. Nəinki birimiz o birimizdən qorxmalı, birimiz o birisinin müqabilində bir şeylər fikirləşməli, tədbirlər tökməli. Bizlər bugün birləşək, bir-birimizin əlindən bu cür tutaq, qabağa gedək, özümüz qabağa getməklə Azərbaycanımız qabağa gedəcək, İslamımız, müsəlmançılığımız qabağa gedəcək. Və Əhl-i Beytin məarifi, mədəniyyəti qalacaq həmişəki kimi tarixlərdəki necə qalıb, indi də qalacaq. Və o mənfur nurçuluq, vəhhabilik, sələfilik, iyrənc və qeyri-İslami, qeyri-insani bu təriqətlər ki, xaricin istehsalıdır, ölkəmizdə ayaq tapmaz. Bugünləri bizdə bu mədəniyyət yoxdur deyə, ona görə xaricdən süni bir mədəniyyət gəlir. O, hər malın deyərlər, Çin, Kitayski deyərlər də, cəmaat arasında Kitayskisi olur. Vəhhabi də İslamın Kitayski formasıdır, nurçuluq İslamın Kitayski formasıdır. Hə də düzəltdir. Onlardakı heç bir dərdə deyil, müvəqqəti adamın müəyyən səviyyədə aldadıcı bir formada ehtiyacını görülür. Diqqət olaq eləyəm məsələyə. Orada Əlinin balası nə ki, Əli aşağıdır. Quran deyir, ənfusana. İşarəsini hardan vurdu? Bu Peyğəmbər balasıdır. Sən də Əlinin balası ənfusana, mübahilə, sən də qalxa bilərsən. Və qalxmalısan. Mən eləmirəm, bu qədər kifayət eləyə. İnşallah bu məsələlər çox diqqətli ola. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu alə seyyidina Muhammed və əhl-i beytə